Gəlirlərdən 3%lik verginin tutulması özü böyük güzəştdir. 2026-cı ildə dövlət büdcəsinin 57%, icmal büdcəsinin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bunu Maliyyə Naziri Sahil Babayev Milli Məclisdə 2026-cı il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu doğru yanaşma deyil. Maliyyə Nazirindən önəmli açıqlama. Ən çox müzakirə olunan məsələnin muzlu gəlirə olan gəlir vergisi məsələsinin olduğunu söyləyən Sahil Babayev, əmək bazarının mütləq əksəriyyətinin təşkil edən, yəni 2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisinin 3% olacağını dedi. Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük, deyə Nazir qeyd etdi. Növbəti ildə Azərbaycan büdcəsinin, dövlət büdcəsinin 57%, icmal büdcəsinin isə 63% qeyri-neft gəlirləri hesabına olacaqdır. Bəzən bunu müxtəlif istiqamətlərə yönəldərək vergilərin artırması ilə tam bağlamağa çalışırlar. Bu düzgün yanaşma deyil. Artımın birinci mənbəyi nədən ibarətdir? Qeyri-neft ödəyimin özünün artımından. Gələn il qeyri-neft ödəyimiz bizim nominal rəqəm olaraq təqribən 10% artır. Real rəqəm olaraq 5% artır. Vergi isə nominal rəqəmlərdən tutulur. Yəni birinci növbədə ödəyimin özü artdığına görə bu gəlirlər artır. Və ümumiyyətlə bu tipli məsələlərin müzakirəsində makroiqtisadi olaraq hər zaman verginin ödəyimdə payına baxılır ki, nə dərəcədə vergilər, toplanan yığımlar, vergilər ödəyimdə yük yaradır. Və əgər cari ildə bu rəqəm, gözlənilən rəqəm qeyri-neft gəlirlərinin, deməli, qeyri-neft vergilərinin qeyri-neft ödəyimdə nisbəti 12,9%-dirsə, gələn il üçün proqnozda 13,1%-dir. Yəni demək olar ki, eyni rəqəmdir. Ona görə də hər hansı bir ciddi bir vergi artımından danışmaq olmaz. Vergi güzəştləri müəyyən olunanda bu adətən müddətli olur. Gəlir vergisindən güzəştin bu növü üzrə də müddət 7 il olaraq müəyyən edilmişdi və həmin müddət artıq başa çatıb. Bunu isə İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov dedi. Vergi güzəştlərinin ləğv olunmasından söhbət getmir və gedə də bilməz. Söhbət oradan gedir ki, dünyanın hər bir yerində vergi güzəştləri müəyyən olunanda o müddətli olur. Vergi güzəştinin bu növü üzrədə 7 il müəyyən olunmuşdur müddət və bu müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni bir növü gətirilir. Yəni bu adamlara, yəni 2500 manata qədər əmək alan adamlara bu 14% olmalı. Gəlirdə 3% olacaq. Millət vəkili Samir Vəliyev 2025-ci ildə həyata keçiriləcək büdcə prosesi ilə bağlı hökumətin baxışının birmənalı olaraq iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına istiqamətləndirildiyini bildirdi. Ölkədə həyata keçirilən büdcə siyasətinin milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən ölkə əhalisinin geniş kateqoriyalarının sosial rifahının yaxşılaşdırılması prioritet olaraq istiqamətlənməsi zəruridir. Bu da təqdim olunan zərfdə görünməkdədir. Hesab edirəm ki, müzakirəyə təqdim olunan 2026-cı ilin dövlət büdcəsi layihəsi göstərilən hədəflərə nail olmağa, eyni zamanda xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmin qurulmasına müvafiq baza yaratmaqdadır. Təqdim olunan 26-cı ilin dövlət büdcəsi layihəsində daxil olmalar və xərclər segmentləri üzrə cari il üçün qəbul edilmiş dövlət büdcəsi ilə müqayisədə mövcud olan artımlar zənnimcə büdcə imkanlarımızın artmasını göstərməklə yanaşı, dünya təcrübəsində effektiv milli iqtisadi sistemlərə malik olan dövlətlərdə müşahidə olunan trendlərlə tam uyğunluq təşkil edir. Bununla yanaşı, büdcə resurslarının artması dünya iqtisadiyyatında baş verən ciddi transformasiyalara, o cümlədən struktur böhranının dərinləşməsinə, nəqliyyat logistik dəhlizlərinin, istehsal zəncirlərinin deformasiyalarına, dünyadakı yeni münaqişə ocaqlarının yaratdığı iqtisadi problemlərə ölkə iqtisadiyyatının proaktivliyinin və reaktivliyinin indikatoru kimi çıxış edir. Sonra iclas müzakirələrlə davam etdi. Bəturiyə Nəbiyeva, Nadir Cəlilov, Space.